Dəyərli izləyicilərimiz, hər birinizi salamlayıram. Bugünkü Cənubun səsində qonağımız Tərəqqi medallı Respublikanın Qabaqcıl Maarif xadimi, SSR Maarif əlaçısı, uzun illər masallı təhsilində böyük xidmətlər göstərmiş, hal-hazırda təqaüddə olmağına baxmayaraq, hal-hazırda da fəaliyyətini davam etdirən masallımızın və Respublikamızın tanınmış ziyalısı Ədalət müəllim Nehmətovadır. Ədalət müəllim, sizi salamlayıram. Redaksiyamıza xoş gəlmisiniz. İlk öncə onu deyə bilərəm ki, həqiqətən bu günləri sizin kimi ziyalılarımıza Respublikamızda ehtiyac var və mən sizin fəaliyyətinizi də dərindən izləyirəm, yaxından izləyirəm və çox xoş bir haldır ki, Masallıdan Ədalət müəllim var. Xoş gördük sizi. Çox sağ olun. Dərin təşəkkürümü bildirirəm və maraqlısı odur ki, bugünkü bizim görüşümüz mənim ad günüm ərəfəsinə düşür. Bir həftədən sonra mənim ad günümdür. Ona görə dərin hər birinizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Mən elə bilirəm ki, bugünkü görüşümüz maraqlı görüş olacaq. Çünki sizin fəaliyyətinizi mən izləyirəm. Təkcə sizin yox, rayonumuzdan olan hər bir ziyalının, o cümlədən də mətbuat informasiya vasitələrində iştirak edənlərin hər birinin, yazıçıların, şairlərin hər birinin fəaliyyətini izləyirəm. Çox razı qalıram və çox sevinirəm ki, bizim rayonda belə bir ziyalılarımız, belə bir saytlarımız var. Çox sağ olun, təşəkkür edirəm. Diqqətiniz üçün qarşıdan gələn doğum günü münasibəti ilə də sizi təbrik edirəm. Həqiqətən xoş bir xəbər oldu bizim üçün. Ədalət müəllim, birinci sualı əslində belə vermək istəyərdim ki, Ədalət müəllim ilk olaraq uşaqlıq illərinə biraz qaydaq. Müəllim ailəsində böyümək sizin həyat seçiminizə necə təsir edib? Mənim həyatım müəllimlik peşəsi ilə bağlı olub. Çünki mənim babam 70 il fasiləsiz müəllim işləyib. Atam 50 ilə yaxın kəndimizdəki əsas məktəbin direktoru olub. Ailədə çox uşaqlı olmuşuq, 13 bacı qardaş olmuşuq, böyükləri mənəm və mənim böyük olmağım və birinci ali məktəbə girməyim onların da həyatında böyük təsir olub. Məndən sonra oxuyanların hamısının ya müəllimi olmuşam, ya repetitor kimi məsləhətçisi olmuşam, istiqamət verənləri olmuşam. Ona görə də elə məndən sonrakılar da hamısı istər Respublikada, hətta Respublikadan kənar o vaxtı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Lvov şəhərində oxudu. Elə təhsil sahəsində çalışanlarımız da var, digər sahələrdə də, müxtəlif sahələrdə də çalışanlarımız çoxdur. Çox gözəl. Ədalət müəllim, mənə maraqlıdır, riyaziyyat seçməyiniz təsadüfidir, yoxsa bu sahəyə sizin xüsusi marağınız olub? Mənim riyaziyyatı seçməyimə səbəb, Allah rəhmət etsin, mənim müəllimim, iki müəllimimin böyük rolu olub. Biri kənd əsas məktəbində, öz kəndimizdə oxuyanda Müzəffər Bəşirovun. İkincisi isə mən Təkli Orta məktəbində 2 il oxumuşam, Havosat Musayev. İnanırsan, bunlardan müəllimliyi də, ondan sonra riyaziyyata marağı da bunlardan öyrənmişəm. Hətta bu Təkli məktəbində oxuyanda rayon olimpiyadasında birinci yer tutub, Respublika olimpiyadasında iştirak etdim, orada da fərqləndim. Bu iki müəllimin, amma sonradan peşəkar müəllim kimi yetişməyimdə isə institutda bir müəllimim var idi, əslən Salyanlı idi, Sadıq Sadıqov. Təpədən dırnağa bu peşəkar müəllim idi, peşəkar metodist idi. Onun böyük rolu olub, heç də peşman deyirəm. Məndən sonra oxuyan bacı qardaşlarım və şagirdlərim indi Respublikanın yox, dünyanın hər bir yerində var. Bu yetişdirmələrimi mən nəzərə alanda elə bilirəm ki, belə də ən böyük ali məktəbi bitirmişəm, ən belə seçilən peşəni sahibiyəm. Peşman deyirəm, qürur duyuram, fəxr edirəm. Ədalət müəllim, uzun illər masallı təhsilinə rəhbərlik eləmisiniz və həmin dövrlərdə mən deyərdim ki, həm çətinliklər çox olub, həm yaxşı işlər çox olub və həmin dövrdə bir neçə dəfə Təhsil Nazirliyi Masallıya səfərdə olub, onunla görüşləriniz olub. Həm istəyərdim, həmin dövrdəki təhsillə bağlı danışasınız, həm Nazirliyi Masallıya səfəri ilə bağlı
rayonda ümumiyyətlə təhsil sahəsində həmin dövrlərdə gördüyünüz işlərdən danışırsınız. O vaxt bir müsabiqə var idi, ilin müsabiqəsi. Deməli, o müsabiqə elə idi ki, Respublikada naziri özü keçirdirdi, il ərzində görülən işlər qiymətləndirirdi, diplomla təltif olunurdu. Mən işlədiyim 7 ildə birinci il 3-cü yer tutduq, ikinci, 3-cü il Respublikada 2-ci yer tutduq. Ondan sonra 4 il isə Respublikada 1-ci yer tutdum, Masallı rayonu. Burada nə gedirdi? Ali məktəbə qəbuldan tutmuş, davamiyyətdən tutmuş, müxtəlif olimpiyadalarda, müsabiqələrdə şagirdlərin iştirakından tutmuş, müəllimlərin özlərinin müsabiqəsi var idi. İlin müəllimi, ilin məktəbi müsabiqəsi. Bunların ümumi nəticəsini yekunlaşdırıb, son 4 ildə Masallı rayonu Respublikada 1-ci dərəcəli diplomla layiq görüldü. Bu, həm Misir müəllimin işə obyektiv verdiyi qiymətdən asılı idi, həm də gördüyümüz işin çəkisindən asılı idi. 95-ci ildə seçki oldu, parlament seçkiləri. Parlament seçkilərində Həsən Həsənov parlament seçkilərində seçilə bilmədi. Çox bir maraqlı və xoşa gəlməyən bir hal oldu. Seçki dairəsindən onun bütün sənədləri oğurlandı. Sonra ikinci dəfə bu namizədliyini verdi Masaldan. Həsən Həsənov da onda baş nazir işləyirdi. Gəldi burada, müxtəlif görüşlər keçirdi. O görüşlərin birində mən maraqlı bir buna təklif verdim. Dedim ki, Həsən müəllim, böyük vəzifədə işləyirsiniz, namizədliyinizi veribsiniz. Mən elə bilirəm ki, yəqin ki, seçiləcəksiniz. Lənkəranda universitet var, pedaqoji texnikomu var, kənd təsərrüfatı texnikomu var, tibb texnikomu var, lisey var. Masalda bu tipli məktəblərdən biri də yoxdur. O məktəbin açılışının təşkil etməyi, təklif irəli sürdüm, qeyd elədi. Dedim, mən seçilsəm, onu siz üçün asacam. Elə oldu, seçildi. Biraz keçdi, mən dedim, bu seçildi, getdi otur. Parlamentdə də bu yaddan çıxdı. Bir də gördüm, Şirəli müəllim, Allah rəhmət eləsin, təhsil şöbəsinin müdürdür, məni çağırdı, dedi, sənin dediyin təklif keçdi. İndi zəhmət çək, deyibsən, açılıb, onun əsasnaməsində sən yazırsan, nizamnaməsində sən yazırsan, adını da sən seçərsən. Dedim, gəlin belə eləyək Şirəli müəllim, bunun adını qoyağın dəfinə. Dedi, axı dəfinə nə məndir? Dedim, bilinmir elə bu, özün doğruldacaq, doğrultmayacaq, eləməyəcək. Bəlkə ayağımızın altında milyardlar yatır, xəbərimiz yoxdur. O açıq üzə çıxandan sonra bilinir ki, bu sərvət imiş, belə imiş. Nəsə, bunların hamısını elədik, hazır elədik, dəfinə liseyi 95-ci ildə açıldım. Mən orada 2 saat dərs götürdüm, onda təhsil şöbəsində metod işlədim. Onda yuxarı siniflər idi, riyaziyyat təmayülli lisey kimi. Sonra taliyə ilə fırlatdım, mən orada direktor seçildim. Direktor seçilən ili bizim məktəbin binası çox yararsız idi. Biz 2 nömrədə məskunlaşdıq. Məktəb tikintisi başladı. Məktəb tikintisi başlayandan sonra... Birinci dəfə 2 nömrəli məktəbdə başlayıb dəfnənin fəaliyyəti? Yox. Elə onda Dadva məktəbi kimi çox primitiv bir mərtəbəli uzun köhnə bir bina idi. Sonra bina tikildi, hazır oldu, bina köçdü, açılış oldu. Açılışdan təxminən bir 17-18 gün sonra hörmətli prezidentimiz İlham Əliyev, Mehriban xanım məktəbin açılışına gəldilər. Mən onun nə qədər sadə, nə qədər humanist, nə qədər qarşısındakı bir ziyalı kimi, insan kimi saymağını gördüm. Çox səmimi, mehriban bir söhbətimiz oldu. Sonra bu məni ruhlandırdı, cənab prezidentin gəlməyi, işimizi həddən artıq çox tərifləməyi, məktəbin, köhnə məktəbdən o məktəbə bir dənə portret də girmədi. Hamısı köhnəlmişdi, saralmışdı. Mən təxminən avqust ayından oktyabrın 12-sinə qədər o məktəbi elə bir formada tərtibat verdim ona. Çox xeyli vəsait xərclədik. Cənab prezident də, Mehriban xanım da dedi, məmnun olduq. Bu mənə həvəsləndirdi. Onda ilin məktəbi müsabiqəsi keçirilirdi. Cənab prezident 50 məktəb seçirdi. Fəxr edirəm, qürur duyuram ki, o 50 məktəbin içərisində ikinci yerdə göstərdiyi balla idi. 29-dan %63 bal birinci yer oldu cənab prezidentin oxuduğu məktəb, ikinci yer mənim məktəbim oldu. 0-dan %3 bal o məktəbə biz uduzduq. O məktəb ilin məktəbi oldu. Məktəbi
müsabiqəsində qalib gəldiyinə görə 10.000 manat pul mükafatı nağd şəkildə verildi bizə. 15.000'lik vəsait, 25.000'lik bir vəsait, çox, belə də çox, həddən artıq hədiyyələr filanlar. Sonra tərəqqi medalı verildi mənə. Ona görə elə bəri başdan cənab prezidentə... Neçənci ilə təsadüf edir tərəqqi medalı almalınız? 2008-ci ildə. SSR Təhsil Nazirliyi, SSR Təhsil Nazirliyi, Həmkarlar İttifaqı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, həmkarları, ondan sonra Elmlər Akademiyası. Çünki mənim olimpiyadada çox rolum olub, Elmlər Akademiyası da mən təltif edib. Tələbə qəbulunda göstərdiyimiz göstəricilərə görə tələbə qəbulu, indiki Dövlət İmtahan Mərkəzi, onların təltiflər sayı hesabı yoxdur. Sonra baş müəllim adı aldım, onda baş müəllim pullu idi, 15 manat aklada artıq alırdı, 25 manat metodist müəllim adı aldım ona, SSR Maarif Əllahçısı aldım. Respublikanın Qabaqcıl Maarif Xadimi, sonra ali kategoriyalı müəllim, ali kategoriyalı metodist və s. Amma o uğurların içərisində ən böyük uğur tərəqqi medalını hesab edirəmsə, mənim bir Moskvada bir yazım çıxdı. O vaxtı Azərbaycandan o jurnalda yarım səhifədən artıq çap məhsulu olan ikinci bir adam olmayıb. Mənim məqaləm jurnalın cildində verildi. Bir səhifə, iki səhifə rəyli şəkillə. Çox heyf ki, burada rayonun adı yazılmamışdı. Neymətov Təkili Orta Məktəbi Azərbaycan SSR. Kamran Rəhimov onda nazir idi. Kamran Rəhimov baxıb bu böyüdə uğur məni çağırtdırdı. Nazirdə soruşub, deyib, o bizim dostumuzdur falan kəsdi, o bu cürdür belədir, çağırdı. Mənə çox mükafatlar belə vəd elədi. Dedi, sənə Qabaqcıl Maarif Xadimi dedim varımdır. Falan dedim varımdır. Falan. Dedi, 06 Jiguli sənə növbədən kənar verirəm. Onda da o Jiguli 16.000, 17.000 idi burada. Öz qiyməti də 9.100 idi gərək ki. Dedim ki, yox, ona mənim pulum yoxdur. Dedi, nə istəyirsən? Dedim, Azərbaycana mən eşitmişəm ki, 11 dənə kompüter dəsti verilib. Söhbət 85-ci ildən gedir. 11 dənə kompüter dəsti verilib. Mən sizdən xahiş elərdim, onu birini verəsiniz mənə. O dayandı belə, səhər-səhər birinci məni qəbul edib. Dayandı, dedi ki, onu mən demişəm Bakının hər bir rayonuna, bir dənə hər birinə. Ki, Moskvadan gələn üçün falan üçün. Amma ona baxmayaraq birini verirəm sənə. Dedim, mənim bir dənə də xahişim var. Dedi, belə çıxdı ki, %100 verin. Dedim, indi siz Bakını nəzərdə tutubsuzsa, siz də göndərdiniz onu rayona, rayonda da 2 nömrəli, 3 nömrəli birinə verəcəklər. Dedi, ömrü boyu olan məhz. Dedi, qutuların üstünə yazısız, Masallı rayonu, Təkilə Orta Məktəbi, Neymətov Ədalət Əlövsətoğlu. Nəsə, mən də gəldim, dedim, yəqin ki, ya verəcək, ya indi bəlkə də yaddan çıxacaq. Ya idi, bir də gördüm, təhsil şöbəsindən bir nəfər gəldi. Müəllim, sizə bir maşın yük göndərilib. Həmin dövrdə təhsilin rəhbəri Masallıda kim idi? Rəhmətli Hüseyin Bala müəllim idi. Əvəzsiz, onun kimi təhsil şöbə müdürü bəlkə də Respublikada olmuyor. Getdim, qurdurdum. Respublikanın kənd rayonlarında birinci kompüter dəstinin Təkili Orta Məktəbində mən qurdurdum. 15 dənə şagird üçün, bir dənə müəllim üçün. Yəni, bu zəhmətin bəhrəsi onda oldu. Bu günləri repetitorların fəaliyyətindən sizin məlumatınız var. Mənə hər zaman maraqlandıran bir sual olub. Təbii ki, bunların özüm üçün cavabını bilirəm. Bir çox yazılarımda da bunu qeyd eləmişəm. Sizin üçün repetitorların fəaliyyəti belə qiymətləndirək də vacibdirmi repetitor fəaliyyəti? Belə dedi, təhsil sistemində davamlı inkişaflar var. Çətinliklər də var, problemlər də var. Bunu biz bilirik, siz də bilirsiniz. Yalnız maraqlandıran sual odur ki, məktəbdən kənar repetitor fəaliyyəti yəni vacib bir şərtdirmi? Yəni bu məktəbdə təhsil varsa, repetitor fəaliyyəti niyə var? Mən işlədiyim dövrdə Təkili Orta Məktəbində işləyirdim. Müəllimlərin hamısı
öz işin belə bacarırdı, layiqin işini görürdü. Onda repetitor sözü yox idi. Amma ali məktəbə qəbulda onda ən belə prestij ali məktəbə qəbul inaqarodna deyirdilər Rusca, yəni Respublikadan kənar. Onun da bir nömrəsini Ulu Öndər Heydər Əliyev qoymuşdu. Mənim şagirdlərimdən çoxdur, amma bir ali məktəbdəkini deyim, Lvov Poligrafiya Enstitüsü. Deməli, SSR-də o vaxtı poligrafiya fabriki cəmi 3 dənə şəhərdə var idi. Bakı idi, Novosibirsk idi, bir də Moskva idi. 11 nəfər tələbə oxuyurdu orada, 11 tələbənin 8-i bizim şagirdimiz idi. Orada necə idi? 2 fəndən 9 bal imtahandan toplayanda 3-cü, 4-cü imtahandan azad idi. Yəni bu cür prestij ali məktəbə qəbul olunanlar vardı. Repetitorluq o uşaq doymayanda başqa yeməyə əl uzadacaq. Deyək ki, hərbidir. İndi hərbidə şükür Allaha yeməyi belə də normal verirlər, heç nə ehtiyac yoxdur. O yeməkxanadakı yemək onu çatdırmırsa, doydurmursa, o gedib hökmən o bufetdən 2 qatına, 3 qatına, nə bilim hansısa bir yararsız, ondan sonra keyfiyyətsiz bir yemək alıb yeyəcək. Hal-hazırda təhsil sahəsindəki yeniliklərdən və boşluqlardan istəyirəm danışırsınız. Yəni, hal-hazırda masallı təhsilini, ümumiyyətlə təhsili necə görürsünüz siz? Yəni, necə qiymətləndirirsiniz? Mən bu günləri səhər-səhəri götürdüm bir dənə test nümunəsi. 60 dənə suallıq. Dedim, onun 6 dənəsinin mətni təkcə oxudum. Nə qələm götürdüm, nə kağız götürdüm, nə də kompüterdə onu icra elədim. 6 dənəsini oxudum, 3 dəqiqəyə yaxın vaxt çəkdi. Yaxşı 60 dənəyə sual oxumaq üçün 30 dəqiqə. Bizim nazirimiz fəxrlə manşetə çıxardır. 35 dəqiqəyə 57 sualı vuran riyaziyyat müəllimimiz var. Yaxşı, buna indi bu sualı mən sənə versəm, sən özün inanarsan ki, buna 35 dəqiqəyə 57 sual. Yəni, negativ hallar olub, özdə belə az da olmayıb. Yəni, işi bilənə tapşırarlar. Təhsil sistemindən xəbəri olmayan, mənim yadımdadır, Misir müəllim qabağında oturan akademik var idi, professor var idi filan. Yəni, heç bir elmi dərəcəsi olmayan, heç bir belə də təhsil sahəsində uğuru olmayan birdən-birə gəlib, nəsə bu məsələ biraz çox şey yerindədir. Ədət mən çox sağ olun. Bir sual maraqlandırır. Yazdığınız və redaktə etdiyiniz dərsliklər, pedaqoji fəaliyyətinizdə əsasən onları hazırlayanda hansı boşluqları doldurmaq üçün edirdiniz? Mən dərslərin deməli 1, 2, 3, 4-cü sinif dərslər haqqında Azərbaycan müəllimi qəzlində bizim o vaxtı yerimizdə iştirak orada işləyirdi. Bayram müəllim idi, baş redaktor, Sarvan müəllim mavin idi, indi şükürlər olsun ki, Sarvan müəllim Azərbaycan müəlliminin baş redaktorudur. 1-4-cü sinifin riyaziyyat dərslərinin hamısını təhlil elədim Azərbaycan müəllimi qəzlində. Sonra gördüm ki, bu qədər materialı orada vermək imkan xaricindədir. Dərslik Eduaz saytı var idi, Təhsil Nazirliyinin saytı idi. Orada təxminən 50-55 belə səhifəlik yazı dərc elətdirdim. 50-ci səhifəni keçmişdi, dərslik müəlliflərindən biri mənə cavab yazdı. Deməli, bu mənə yazdı ki, sizin filan maraqlı təklifləriniz var, filan düz iradlarınız var, filan, ancaq bir 7 dənə, 8 dənə bəndi götürdü, 1, 2, 42-ci o sualı bəndi, nə bilim, hansı, bunları obyektiv hesab etmədik. Subyektiv hesab edirik. Mən də acıq gəldi ki, bu cür elmi şəkildə mən sübut edirəm ki, bu düzdür. Bunu sən, çoxca sən professorsan, mənim heç elmi dərəcəm yoxdur. Mən bir cavab yazdım, bu biraz da düzün deyim, toxunan cavab yazdı. Ondan sonra mən cəsarətləndim və düzümdə acıq üçün tamam başqa bir şey yazdım. Dedim, çox heyif ki, 50 səhifəlik, o da filan səhifədə əvvəldə də var idi. Bir 7-8 ayda yazıram, heç birinə cavab vermirsiniz. Bu dəfə cavab veribsiniz. Çox sağ olun, təşəkkür edirəm.
Ancaq bu yazdığınız 12 sətirlik yazıda da bir dənə çox böyük səhvə yol verirsiniz. Orada o bəndlər ki yazıbsa, onun arxasında siz yazmalıydınız ki, obyektiv əvəzinə subyektiv yazırsınız. Ondan sonra cavab gəlmədi mənə. Cavab gəlmədi. Mən dediyim sözün ağasıyam. Bax, bu kitab ki var, bu kitabı əvvəl bu jurnalda çap olunub. Sonra mən maraqlandım, biraz da genişləndirdim. Bu təxminən xırda şriflə 100 səhifəyə yaxındır. Yox, 79 səhifədir. Burada bu məqalədə də, bunu Azərbaycanda redaksiya heyətinin üzvü olduğum jurnalda çap elətdirənmədim. Nəsə, Moskvaya göndərdim, çap oldu, bu məni ürəkləndirdi, bunu kitab şəklində yazdım. Burada 20-dən artıq akademikin səhv, məsələnin səhv, ondan sonra səmərəsiz həll etməsini sübut eləmişəm. Yəni o cəsarətim çatır ki, o sözü deməyə. Çap oldu, orada da, burada da. Bu, deməli, 98-ci ildə naziri məni Türkiyə göndərdi 14 günlük. Erzurum şəhərində olduq, çox şəhərlərdə olduq. Deməli, Erzurumda mən onların Erzurum vilayətinin təhsil nazirinə bir neçə söz dedim. Dedim ki, belə də sizin o bizə keçdiyiniz o tədrisçi var, bizdə 7-8 sinif səviyyəsindədir. Biz axı bu cür səviyyədə deyil, yox, bizim səviyyəmiz belə. Dedi, sabahları icazə verəcəm, sən çıxış edəcəksən. Dedim, sabah yox, icazə ver, dedi, yox, sabah. Nəsə, mənim o vəd verdi, bu kitab haqqında orada mən geniş söhbət elədim, kitabı götürdü. Sonra çox böyük yarışlar elədi o. Onların riyaziyyat müəllimləri ilə mənim bəndə də üzbəyiz otuzdurdu. Dedi, bunu mən siz üçün burada tərcümə elətdirib çap etdirəcəm və bizim pedaqoji ali məktəblərdə bu kitab çap tədris olunacaq. Sonra fərdi qaydada mənlə görüşdə, qal burada falan elə çox təkliflər oldu. Mən belə də düzün deyim ki, heç qalmaq fikrim də yox idi. Çox vədlər oldu. Bura təhsil şöbəsinə adam göndərdilər mənim dalımca, nəsə getmədim. Peşman da deyirəm. Nə eləmişəmsə, nə eləyirəmsə, mən elə öz vətənim üçün eləyim. Mən dövlət xətti ilə xarici ölkələrdə iştirak etdiyiniz təhsil proqramları ilə bağlı danışmağınızı sizə istəyərdim və oranın təhsili ilə bizim təhsili necə müqayisə edə bilərsiniz? Mən xarici ölkənin elə də düzdür, qeyri-rəsmi İranda olmuşam, maraqlanmışam. Amma Türkiyədə 2 dəfə olmuşam. 98, bir də 2008-də. 2008-də Antalya, Beldi, Bikəmərdə olmuşam, naziri xətti ilə. 98-də isə Erzurumda, Trabzonda, Rizədə, Artvində, İqdirdə və s. Belə yadımdan çıxan şəhərlər də var. Mən düzün deyim ki, istəyir lap Sovet təhsil dövrünü deyim, istəyir sonraki o yenidən qurma, ondan sonra müstəqillik, təzə müstəqilliyə qədəm qoyduğumuz dövr deyim, istəyir indikin deyim, bizim təhsil sistemi bir neçə ölkənin, bir neçə tanıdığımız ölkənin təhsil sistemindən bir neçə sahədə həddən artıq irəlidir. Amma, xüsusilə riyaziyyatda. Amma açığı deyim ki, dildən pərcarlıq deyirlər, natiqlik deyirlər, oratorluq deyirlər. O, İngilis dilinə maraq, kompüterə həvəs, bunların 3 sahədə biz bir neçə ölkədən, dost ölkələrdən də hələ geridəyik. Bunu etiraf eləmək lazımdır. Hal-hazırda sosial media dönəmində yaşayırıq. İnternet resursları, xəbər portalları, siz özünüz də sosial mediada çox aktivsiniz. Görürəm ki, izləyirsiniz. Müxtəlif əhəmiyyət kəsb edən şeylərə öz fikirlərinizi bildirirsiniz. Bildiyim qədərilə artıq sizin dövrünüzdə mən elə bilirəm ki, belə yox idi. Amma hal-hazırda məktəblərdə görülən işlərlə bağlı müəllimlər, şagirdlər, məktəb direktorları sosial media hesablarında paylaşımlar edirlər və məktəbdə keçirilən tədbirlər,
dərslərlə bağlı, müəllimlərlə bağlı paylaşımlar edirlər. Bunu necə qiymətləndirirsiniz? Məsələn, 9-da dərs vaxtı başlayırsa, 6-ya qədər gedir. Birinci smen, ikinci smen gün növbəsi ilə də. Amma mən görürəm ki, saat 10 Facebookda məktəb direktoru kimləsə yazışır, nəsə bir paylaşım edir. Yəni, bu mövzu sizin üçün necə bunu dəyərləndirirsiniz? Düzün deyim ki, sosial mediada bu cür paylaşımlar etmək, ona pis baxmıram. Məsələn, bir misal çəkim. Mən sosial mediada baxıram. Məsələn, Masalının istəyir rayon icra hakimiyyətinin başçısı Araz müəllimin, istəyir Yeni Azərbaycan Partiyasının sədri Seyfəddin müəllimin gördüyü işləri elə bil ki, götürüb belə bir kitab da elə bir tərəfə yığsın. Azərbaycanda inan ki, 80 rayonun gördüyü işdən çox iş Masallı rayonunda görülür. O nasıl doğru? Bunu danmaq olmaz. Və məni sevindirən iki şey var. Biri, hansı tədbir olursa, icra başçısı, Yeni Azərbaycan Partiyası sədri, bunlar hamısı birlik var, bir. Bizim elə bir şəhidimiz yoxdur ki, onun məzarına icra başçısı və yaxud Yeni Azərbaycan Partiyası sədri getməsin, dəyməsin. Rayonlar var, deyir, bizim qapımızı açan yoxdur. Bizim belə. Bax, bunlar hamısı rayonda görülən işlərdir, işıqlatmadır, yol çəkilişidir. Bizim kəndin asfaltı, düzün deyim ki, Bakı Asfaltının asfaltından bəlkə də keyfiyyətlidir, yaxşıdır, zəifdir. Yəni, bunlar hamısı məktəblərdə də belə. Amma o, elə bir dənə tədbir başlamamışdan o, gəl bizim şəkilimizi burada çək, mən belə eləyim, mən bir dənə lapatkaya belə tutum falan. Bunlar, o nə deyim, vallahi, görüntü yaratmaq üçündür, çoxu. Reklam xarakterli. Bəli, reklam xarakterlidir. Sənin işin nəticə. Ədəb müəllim, çox gözəl bir mövzuya vurğuladınız. Əslində, mənim üçün də çox xoşdur. Digər rayonlara baxanda bu günləri həqiqətən Masallı çox inkişaf edir. Xüsusilə vurğulamaq lazımdır. Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov heç bir şeyə ayrı seçkilik qoymadan, istər kənd təsərrüfatı olsun, istər şəhid ailələri olsun, ziyalılar olsun, mədəniyyət sahəsində çalışanlar olsun, qazilər olsun, xəstələr olsun, onların hamısını bir-bir evlərində ziyarət eləyir, görüşür, məzarlarını ziyarət eləyir və görürəm ki, rayonda çox vaxt baş verən hadisələrə birinci reaksiyanı rayon icra hakimiyyətinin başçısı verir və bu çox təqdirə layiq hadisədir. Belə fikirləşirəm ki, təbii ki, belə şeyləri paylaşmaq lazımdır ki, digər rayonlar da baxıb örnək götürsünlər. Media nümayəndəsi olaraq Cənub bölgəsini təmsil edirəm, Cənubun səsi olaraq. Digər rayonlara gedirəm, Lənkərana, Masallıya, Astaraya, Lirişə, Yardımlıya və hansı rayona gedirəmsə bizim rayondan çox danışırlar. Həm rayon rəhbərinin fəaliyyətindən, həm rayonumuzun ziyalılarından. Çünki mən hər zaman deyirəm hər yerdə ki, bizim rayonda daha çoxdur. Həm alimimiz, həm professorumuz, həm akademiklərimiz, həm şəhidlərimiz və yəni çoxdur, həddindən artıq və bu bizim üçün təbii ki, fəxirdir. Mövzudan yayınmayaraq onu demək istəyirəm, sözünüzə qüvvət, bəli, amma təhsil sahəsində bayaq vurğuladığım şeylər var ki, təbii ki, onlar reklam xarakteri daşıyır. Əslində siz demişkən olmasa daha yaxşı olar. Onu sizə sualı niyə verdim? Çünki sizin dövrünüzdə mən elə bilirəm ki, sosial media hesabları olsa da həmin dövrdə o qədər də aktivlik yox idi sosial mediaya və bilirəm ki, siz də buna şərait yaratmamışsınız. Yəni, biraz qoymamışsınız. Məndə bu məlumat var. Olar ki, siz deməyəsiniz, amma mən bu məlumatı bilirəm ki, siz biraz, necə deyərlər, həmin mövzularda biraz ehtiyatlı davranmışsınız, amma öz işlədiyiniz dövrlərdə mənim Bakıdan media nümayəndələri, dostlarım var ki, sizləri tanıyırlar və hər zaman söhbət edəndə deyirlər ki, Ədalət müəllim Azərbaycan mətbuatı ilə dostdur. İstəyərdim elə bu mövzuya toxunmaq üçün rəhbər işlədiyiniz dövrlərdə təbii ki, mediasız
mümkün deyil. Siz də media ilə dost olmusunuz. Müxtəlif təhsil rəhbərləri var ki, işləyən vaxtlarında onlardan tənqidi məqalə yazırlar. Amma siz rəhbərlik etdiyiniz dövrlərdə bu hallar baş verməyib. Rayon təhsili də inkişafı çox gözəl oldu. İstəyərdim Azərbaycan mediası ilə dostluğunuzdan, Azərbaycan mətbuatını hal-hazırdakı dönəmindəki fəaliyyətindən biraz danışasınız. Düzün deyim, elə bir mən iş gördüm ki, işlədiyim dövrdə çox çəkmədi, onun sorağı çatdı nazirliyə. Bizim o vaxtı Azərbaycan müəllimi qəzinin tirajı 700-800-ə düşmüşdü. Masallı təhsili adlı bir qəzet təhsil elədim. Qəzinin tirajı çıxdı 2000, 3000, hətta 5000-ə qədər çıxanda nazir bundan maraqlanıb baxdı. Bu böldə Respublikanın təhsil qəzeti baş orqanı bu tirajla rayonun təhsil şöbəsinin orqanı 5000 tirajı keçir. Bunun bir xeyrim oldu, o müəllim qəzetinə maraq da artdı. Masalının təhsil işçiləri ilə bağlı 3 cilidli kitab yazdırdım. O kitab çatdı nazirə, nazir müavininə, çox böyük alqışlandı. Bu yaxınlarda da bilməm, kimsə onun bir səhifəsinin cildini də vermişdi, hətta mənim şəklimi vermişdi. Məlumdur da indi çox hallanır. Nazir kimi Misir müəllim belə də yaxşı mənada bir 90%, amma pis yazanlar da var. Bax, Qurana and olsun, bax, açıq, aşkar Qurana and olsun deyirəm. Allahın birinə and olsun. Mən nə təhsil şöbəsinin müdürü kimi keçəndə 1 manat, yəni təmənni olmuyor məndən, nə işlədiyim 7 ildə nazir adından özü və yaxud adından 1 manatlı məndən təmənni olmuyor. Bax, Qurana and olsun. Mətbuatla bağlı deyim ki, mətbuatla mən bir dəfə öz yerli jurnalistlərimiz də gəlirdi, düzün deyim, mənim yanıma. Hamısını da səmimi qəbul edirdim. Müsahibə istəyirsiniz, buyurun. Ondan sonra məktəbə getmək istəyirsiniz, açıq. Müsahibə istəyib, hamısına vermişik müsahibəsini belə. Hətta Misir müəllim bir dəfə televiziya dedi, jurnalistlər çox belə də müəyyən mənada çox ağçılıq edir. Təkcə Masallı rayon təhsil şöbəsinin müdürünün otağına bir ayda 300-dən artıq jurnalist girib çıxıb. Yaxşı, indi onun demir ki, o gəlib nəsə almağa, nəsə eləməyə. Amma 300 nəfər bir adamın otağına bir ayda hesab elə 30 günündə bir 4 gün, 5 günündə iş günüdür. Günə neçə dənə düşür. Deməli, bir ancaq elə jurnalistlə görüşməlidir, müsahibə verməlidir, yapılan eləməlidir. Tutardı. Sonra mətbuatda bax, bunu belə, mən hətta nazirin, burada digər məktəbində idi, nazirə mən dedim onu. Dedim, Misir müəllim, riyaziyyatçısınız, mən də riyaziyyatçıyam. Mən demirəm sizin səviyyədəyəm, amma açıq əməyim var. Respublikada da riyaziyyat sayəsində görülən işləri belə tərifləmək olmasın, təvazökarlıqdan uzaq olsun, mənim gördüyüm işləri görən olmayıb. Dedim, televiziya işçiləri, jurnalistliyi, yazır 14.00-da, 14.00, sən jurnalistsən, sən 14.00 əvəzinə 00 deyirsənsə, deməli, sən ədəbiyyatı döyürsən, 1. Neftdən gələn gəlir, böyük rəqəmlə ifadə olunur. Bunu hamı işlədir. Lap belə, mən bir neçə nazirin ağzını eşitmişəm, böyük rəqəmlə ifadə olunur. Böyük rəqəm nədir? Böyük rəqəm 9-dur. Deməli, 9 ton neft çıxıb, yaxud 9 kub metr, böyüyü 9-dur. Böyük ədədlə ifadə olunur. Bu əvəzinə bunu, yəni belə bir dilimizə yabancı sözlərdən istifadə eləməyi, bunlar hamısı jurnalistikadan, ədəbiyyatçılıqdan filandan həddən artıq uzaqdır və onun qiymətin 100-ü bilmirsə 2 nəfər, 3 nəfər var ki, deyir, 00 nədir? O günləri televizorda biri deyir ki, özəl tanınmış jurnalistlər, 14.00-da nə bilim verilişin təkrarı veriləcək. Sən 00 işlədəndə o qara kütlə nə işlətməlidir? Doğru vurğulayırsınız. Sözünüzə qüvvət
digər regionlara yenə baxanda masalda medianın fəaliyyəti çox güclüdür. Çox güclüdür. Biz də sizin sözünüzə görə hər biri ilə münasibətimiz çox yaxşıdır. Heç birinin arasında ayrı seçkilik qoymuruq. Nəinki masallı mediasını, Azərbaycan mətbuatı ilə heç bir ayrı seçkilik qoymuruq. Hər zaman necə deyərlər, Cənubun Səsi kollektivi olaraq onların yanındayıq. Onlar da bizim yanımızdadır. Övladlarınızdan yolunuzu, yəni sizin özlərinə kumul seçib davam edən varmı? Böyük oğlum Rabitə İnformasiya Naziri idi. İndi adını dəyişdirilib. Bu nazirlikdə işləyirdi. Yaxın 6-7 aydır onu Şirvana telekommunikasiya rəis göndərdilər. İkincisi Rabitə sayəsindədir, Bakıdadır. Üçüncüsü də Rabitə sayəsində idi. Böyük bir layihəni işləyirdilər. Bir 4-5 il idi. O layihə başa çatdı. Hazırda işsizdir. Hər üçü ali təhsillidir. Hər üçü məşədidir. Quran oxuyurlar, oruç tuturlar. Yəni Allah necə bölgəmizin bütün spesifik xüsusiyyətləri olan hər birində cəm olub. Çox-çox razıyam. Allah canlarını salamat eləsin. Nəvələrimdə də elə davam elətdirən var, amma riyaziyyatı seçənləri yoxdur. Çünki riyaziyyat deyirlər baş ağrısıdır falan da, amma riyaziyyatçıdırlar. Hər biri riyaziyyatçıdır, yəni riyaziyyat təmayüllü gediblər. Çox gözəl. Son olaraq Azərbaycan gənc müəllimlərinə uzun illərin tanınmış bir müəllimi kimi, ziyalısı kimi, Respublika Qabaqcıl Maarif xadimi kimi nə demək istəyirsiniz? Əziz balalarım, əziz şagirdlər, əziz müəllimlər, oxuduğunuz kitabı oxumağa başlayanda qarşısına məqsəd qoyun ki, mən bu kitabdan bir səhv tapacam. Bunu mən akademik İbrahim İbrahimovla institut oxuyanda bizim qrup mənim təşəbbüsümlə iki tələbənin təşkilatçılığı ilə görüş keçirdik. Orada bizə bir məsləhət elədi. Dedi, hansı kitab oxumağa başlayırsınızsa, qarşısına məqsəd qoyun ki, mən bu kitabdan səhv tapacam. Məqsəd nədir? Dedi, o qabaqları bateriya şüşələri olurdu, sferik. Onu tutardı kağızın üstünə, əlimin üstünə. Əgər əl tərpənmirdisə, yandırırdı. Yəni, bütün diqqətlər günəş enerjisini ora cəmlənib, oradan o nöqtəni kağızı da yandırırdı, əli də yandırırdı və s. Bir məsləhətim budur. İkinci bir məsləhətim var. Bunu təkcə öz rayonumuzun yox, bütün respublikaya belə müraciət edirəm. Məsələn, elə məsələlər var, elə misallar var ki, onu belə götürür, əlləşir, vuruşur, çalışır, belə günlərlə və nəhayət axırda məlum olur ki, bunun bir dənə burada bir mərhələ lazım idi. Yəni, misallar olur, belə mənim də qarşıma çıxıb, çalışırsan, vuruşursan, əlləşirsən, 2 gündən, 3 gündən və yəni bu cür misal əlliyəmi, sən demə, onun həlli yoxdur. Məsələn, sadə bir misal çəkin, riyaziyyatçılar bilər. Məsələn, 3 sinüsli qız plus kosinüsli qız bərabərdir 5. Bunu çevirməklə, nə bilim, əməliyyatlar elə, ondan düsturlardan istifadə, heç də yox. Baxan kimi bilinir ki, bu misalın kökü yoxdur. Yaz, həllər çoxlu, boş çoxludur. Kökü yoxdur bunun. Yəni, belə şeyləri çox məsləhət eləyərdim. Bir də nə iş görürlərsə, dövlətə, vətənə sədaqətdən istifadə eləsinlər. Bu günləri üzümüz ağdır. Bir misal deyim ki, deyir, şagird müəlliminə həmişə dost kimi yox, bir rəqib kimi baxmalıdır. Rəqib kimi baxanda onun nailiyyətlərin, uğurlarını ötüb keçərlər. Mən bunu Heydər Əliyev, İlham Əliyev cənablarına şamil edirəm. Cənab Prezident elə bir iş gördü ki, o öz ustadın da, müəllimin də, valideynin də uğurlarını ötüb geçmiş. Hamımız da gözümüzü yığmışdı ki, Qarabağ məsələsi də həll oldu, getdi. Və çox sevinirəm ki, Azərbaycanda bəlkə ikinci bir adam yoxdur ki, özlərinin qohum əqrabasından başqa. İkinci bir müəllim bəlkə də təsəvvür eləmirəm ki, ulu öndərlə 4 dəfə görüşmək nəsib olsun. İlham Əliyev cənabları ilə bir dəfə özdə bir təxminən 2 saat yaxın görüşmək, yan-yana gəzmək nəsib olsun. Mehriban xanımla 4 dəfə görüşmək nəsib olsun. Leyla xanımla 2 dəfə görüşmək nəsib olsun.
onu Tanrı mənə qismət eləyib, mənə məxsusdur o rekord. Allah dövlətimizi qorusun, şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Azərbaycan bizim istədiyimizdən qat-qat yuxarı səviyyədə olsun. Həm yaşayış səviyyəsi, sabitlik necə var? Mən istəyirəm ki, hər şey belə iqtisadi cəhətdə də, hər bir sahədə Azərbaycan Qafqazın necə lideridir, lap Qafqazın yox, regionun hamısının lideri olsun. Sizə də dərin təşəkkürümü verirəm. Vaxt uzaldıq. Çox sağ olun. Amma maraqlı bir söhbətimiz oldu. Gəldiyiniz üçün mən də sizə təşəkkür edirəm. Təbii ki, bu günləri siz bizim üçün çox dəyərlisiniz. Həm bizim üçün, həm rayonumuz üçün, həm respublikamız üçün. Çünki rayonumuzdan ziyalıların respublika səviyyəsində tanınmağı böyük uğurdur. Gənclər əslində sizlərə baxıb örnək götürməlidirlər və fikirləşməlidirlər ki, Ədalət müəllim respublika səviyyəsində tanınır. Bəlkə sizin sözünüz var, rəqib məsələsi. Mən də tanınım. Gənclər sizlərdən necə deyərlər, həm tövsiyələrini almalıdırlar. Mən inanıram ki, sizin şagirdləriniz sizə axtarırlar. Tez-tez görüşürsünüz onlarla. Və bugünkü müsahibə həqiqətən mənim üçün çox maraqlı oldu. İstədiyim sualları verdim, istədiyim cavabları aldım. Diqqətiniz üçün təşəkkür edirəm. Son olaraq nə sözünüz varsa buyura bilərsiniz. Bəzən indi elə rəhbərlər seçilir ki, ona ağıllı məsləhət batmır və yaxud uzaqdır. Bədbəxt o insandır ki, tabiçiliyindəki adam ondan savadlı olsun. Məsələn, qabaq təkmilləşmə institutu var idi, fəaliyyət göstərirdi, iqtisad artırmaya, iqtisad dəyişmeye. Bunlar hamısı gedib öz hansısa marağa. Məsələn, mənim bir şey deyim, o rekord, məsələn, Azərbaycanda bəlkə o da heç kimdə yoxdur. 20 ilə yaxın 79 SSR dağılana qədər, 20 ildən artıq SSR Pedaqoji Elmlər Akademiyasının təlim metodlarının təkmilləşdirməsi laboratoriyası var idi. O, SSR-nin 15 respublikanı seçilmiş. O gəlin mənim dərsimdə iştirak eləməmişdi. Ya bir mətbuatda çıxışından mı, ya bir elmi-pratik konferanslarda mən iştirak eləmişəm, institutda da, ondan sonra başqa yerlərdə də. Orada seçirdilər, 20 ildən artıq məndən əməkdaşlıq elədirlər. 20 ildən artıq. Əvvəl 2 nəfər idi, biri Ərkivanla Dadaşbala müəllimlə mən idi, sonra Dadaşbala müəllim yazmadı, eləmədi cavabların, onlar sorğular göndərirdi, təkbirlər istəyirdi, amma mən davam elədim. Mən istəyirəm ki, Azərbaycan hər bir sahədə örnək olsun. Təkcə bu 3 respublikaya yox, elə bütün o 4 tərəfimizdəki. Onu da ki, mən elə bilirəm ki, bizim prezidentimiz ona da nail olacaq. Çünki elə rekordlar var. Amma olmayanlar da var. Bunlar hamısı indi müvəqqəti Qarabağla bağlı olanlardır. Vəsaitin çoxu ona yönəlir. Onlar da düzələcək, Allah qoysa. Allah hər birinizə can sağlığı versin. Təşəkkür edirəm. Zəhmət çəkdiniz, zəhmətinizi siz də halal eləyin. Xoşunuz olsun, çox sağ olun. Diqqətiniz üçün var olun. Bəli, dəyərli dostlar, bugünkü müsahibimiz Tərəqqi medallı Respublika Qabaqcıl Maarif xadimi, SSR Maarif 56-sı, Respublikanın tanınmış müəllimi, Ədalət müəllim Nəhmətov idi. Diqqətiniz üçün çox sağ olun.